Salam. Bugün sizinlə çox ciddi, amma həqiqətən həyatı əhəmiyyətli bir mövzunu danışacağıq. Şok və onun müalicəsi. Salam, bəli, çox vacib mövzudur. Əlimizdəki mənbələr bu vəziyyətin müxtəlif üzlərini və onlarla necə mübarizə aparılacağını belə deyək göstərir. Düzdür. Məqsədimiz bu mürəkkəb mövzunu sizin üçün, yəni dinləyicilərimiz üçün aydınlaşdırmaq, əsas məqamları, fərqli yanaşmaları anlamanıza kömək etməkdir. Çox gözəl. Başlanğıc üçün mənbələr şoku sadəcə olaraq belə təsvir edir. Toxumalar kifayət qədər oksigen almır. Bəli, qan dövranı çatışmır. Elə bir bədənin yanacağı bitir, hə? Tam olaraq bu çox dəqiq təsvirdir. Şok həqiqətən də həyatı təhlükədir, amma əsas məqam budur ki, Nədir o məqam? vaxtında və düzgün müdaxilə ilə çox vaxt geri döndərilə bilər. Bu çox önəmlidir. Yəni ümid var. Əlbəttə, amma mənbələrin də israrla vurğuladığı kimi, gecikmənin nəticələri çox ağır ola bilər. Orqanların sıradan çıxması, hətta təəssüf ki, ölüm. Aydındır. Bugün biz məhz müalicəyə fokuslanacağıq. 4 əsas şok növünün distributiv, hipovolemik, kardiogen və obstruktiv şokun müalicəsinə. Niyə məhz bu 4 növ? Çünki hər birinin özünə məxsus səbəbi var və buna uyğun da təbii ki, fərqli müalicə strategiyası tələb olunur. Yaxşı, onda gəlin ən çox rast gəlinən növlərdən biri distributiv şokla başlayaq. Bunun ən, belə deyək, tanınmış forması yəqin ki, septik şokdur. Bəli, ən çox rast gəlinən odur. Mənbələr deyir ki, bu, orqanizmin infeksiyaya qarşı həddindən artıq nizamsız reaksiyasıdır. Düzgün başa düşürəm? Tamamilə doğrudur. İmmun sistem sanki çaşır. Nəticədə nə olur? Orqanlar yaxşı işləmir, qan təzyiqi kəskin düşür. Bəli, o qədər düşür ki, damar daraldıcı dərmanlar, yəni vazopressorlar tələb olunur. Və qanda laktat deyilən bir maddə artır. Bu nəyin göstəricisidir? Laktatın artması toxumaların oksigen aclığının, yəni hipoksiyanın birbaşa göstəricisidir. Bu vəziyyət yarananda konkret müalicə addımları atılmalıdır. Bəs nə edilir? Bu vəziyyətdə ilk addım nədir? Septik şokdan müalicə birbaşa problemin kökünə yönəlir. Baxın, əsas problemlər nələrdir? Birincisi, damarlar həddindən artıq genişlənir. Vazodilatasiya deyirik buna. Sanki borular genişlənib təzyiq düşüb. Aynən. İkincisi, kapilyarlardan, yəni kiçik qan damarlarından maye ətraf toxumalara sızır, kapilyar sızması. Bu da həcmi azaldır yəqin ki. Əlbəttə. Və üçüncüsü, bədənin oksigenə tələbatı kəskin şəkildə artır. Bunları nəzərə alaraq müalicə addımları müəyyənləşir. İlk addım nədir onda? İlk növbədə maye terapiyası. Bədənə intensiv şəkildə maye köçürülür. Nə qədər maye? Əvvəllər standart bir yanaşma var idi. İlk 3 saatda hər kiloqram çəkiyə 30 ml xüsusi məhlul, məsələn, fizioloji məhlul. Amma indi bu yanaşma doğrusu bir qədər mübahisəlidir. Niyə mübahisəlidir? Çünki hər xəstə fərqlidir. İndi daha çox dinamik qiymətləndirməyə üstünlük verilir. Yəni, xəstənin vəziyyətini davamlı izləyərək, onun mayeyə necə cavab verdiyinə baxıb qərar veririk. Anladım. Bəs niyə maye bu qədər vacibdir? Onsuz da damarlar genişlənib, maye sızırsa? Çox yaxşı sualdır. Çünki genişlənmiş və sızdıran damarlar səbəbindən qan dövranında effektiv maye həcmi, belə deyək, azalıb. Mayələr məhz bu çatışmazlığı kompensasiya etməyə çalışır. Deməli, ilk hədəf boşalmış sistemi doldurmaqdır. Amma əgər bu mayələr təzyiqi qaldırmağa kifayət etmirsə, növbəti addım nədir? Vazopresorlar demişdiniz. Əla sualdır, bənim. Əgər intensiv maye verilməsinə baxmayaraq qan təzyiqi hələ də təhlükəli dərəcədə aşağıdırsa, yəni orta arterial təzyiq, MAP, 65 mm civaz sütunundan aşağıdırsa, o zaman vazopresorlar lazımdır. Bunlar nə edir tam olaraq? Bunlar həmin o həddən artıq genişlənmiş damarları daraldan dərmanlardır. Sistemik damar müqavimətini SVR artırırlar. Ən çox hansı istifadə olunur? Ən çox istifadə olunan ilk seçim norepinefrindir. Ticarət adı Levofet kimi də tanınır. Bəs o da kömək etməsə? Əgər bu da kömək etmirsə, yəni şok müalicəyə dirənirsə, buna refrakter şok deyirik, o zaman ikinci bir dərman, vazopresin əlavə oluna bilər. Aydındır. Yəni maye və pressorlar. Bəs bütün bunların səbəbkarı olan infeksiya, onunla necə mübarizə aparılır? Bu çox vacibdir yəqin. Əlbəttə, bu müalicənin, belə deyək, təməl daşıdır. Antibiotiklər.
özdə çox təcili şəkildə. Nə qədər təcili? İdealda şok diaqnozu qoyulduqdan sonraki ilk 1 saat ərzində başlanmalıdır. Bu, həqiqətən kritikdir. Hansı antibiotiklər? Başlanğıcda adətən geniş spektrli antibiotiklər seçilir. Yəni, mümkün olan bir çox fərqli bakteriyaya təsir edə bilən dərmanlar. Çünki vaxt itirmək olmaz. Sonra dəqiqləşdirilir yəqin. Bəli, analizlərin cavabları gəldikcə daha hədəfli antibiotikə keçmək olar. Amma eyni zamanda başqa bir vacib məqam da var. Nədir o? Əgər infeksiyanın konkret bir mənbəsi varsa, məsələn, irinli bir ocaq, yəni abses, ya da infeksiyalaşmış bir kateter, ölmüş toxuma sahəsi, Mənbəni yox etmək lazımdır. mütləq. Bu mənbə mütləq aradan qaldırılmalıdır. Buna infeksiya mənbəyinin nəzarəti deyilir. Bu, absesin boşaldılması, kateterin çıxarılması və ya cərrahi təmizlənmə ola bilər. Bütün bu müdaxilələr gedərkən, həkimlər xəstənin vəziyyətinin yaxşılaşdığını və ya əksinə pisləşdiyini necə bilirlər? Nəyi izləyirlər? Davamlı monitorinq həyati əhəmiyyətlidir. Bir neçə əsas göstəriciyə baxılır, bayaq dediyimiz qandakı laktat səviyyəsi, oksigen aclığını göstərən, Bəli. sonra orta arterial təzyiq MIP bu orqanlara qan getdiyini göstərir. Sidik ifrazı bu böyrəklərin necə işlədiyini göstərir və digər orqanların funksiyaları, məsələn, qaraciyər, ağciyər funksiyaları. Bəs steroidlər? Bəzən eşidirik ki, ağır hallarda steroid də verilir. Düzdür. Bəzən, xüsusilə müalicəyə çətin cavab verən hallarda, steroidlər də, məsələn, hidrokortizonun stres dozaları nəzərdən keçirilə bilər. Amma onların istifadəsinin faydası və nə zaman başlanmalı olduğu mövzusu əslində hələ də tibb dünyasında müzakirə olunur. Maraqlıdır. Əslində, septik şokun müalicəsində maraqlı olan məqamlardan biri də budur ki, məhz bu kimi detallar, nə qədər maye optimaldır, steroidlər həqiqətən kömək edirmi, nə zaman başlamalıdır bu kimi məsələlər ətrafında davamlı araşdırmalar və diskussiyalar gedir. Tibb daim inkişaf edir. Septik şok, distributiv şokun yalnız bir növüdür dedik. Bəs digərləri, məsələn, güclü allergik reaksiya, anafilaktik şok. Onun müalicəsi fərqlidirmi? Orada da deyəsən damarlar genişlənir axı, amma səbəb infeksiya deyil. Tamamilə haqlısınız, səbəb fərqli olduğu üçün yanaşma da fərqlidir əlbəttə. Anafilaktik şok zamanı ilk iş allergiyaya səbəb olan şeyi, yəni triggeri dayandırmaqdır. Məsələn, dərmandırsa dayandırmaq, yeməkdirsə... Bəli, taması kəsmək. Əsas və təcili müalicə isə dərhal əzələyə epinefrin, yəni adrenalin iynəsi vurmaqdır. Bu, həyat qurtaran addımdır. Epinefrin. Başqa nə edilir? Bundan başqa, damardan mayələr verilir, allergiyaya qarşı dərmanlar, antihistaminlər, iltihabı azaldan dərmanlar, kortikosteroidlər və əgər nəfəs darlığı varsa, tənəffüs yollarını genişləndirən albuterol inhalyasiyası istifadə olunur. Aydındır. Bəs kardiojen şok, o necə yaranır? Başqa bir distributiv şok növü mirojen şokdur. Bu, adətən onurğa beyni zədələnməsi nəticəsində yaranır. Belə deyək, sinir sistemi damarları idarə etmə qabiliyyətini itirir. Müalicəsi necədir? Müalicə, əsas zədənin idarə olunması və lazım gələrsə təzyiqi qaldırmaq üçün vazopressorların istifadəsini əhatə edir. Amma burada maraqlı bir fərq var. Nədir o fərq? Digər şoklarda ürək döyüntüsü adətən sürətlənir, yəni taxikardiya olur. Amma neyrojen şokda əksinə yavaşlaya bilər, bradikardiya. Buna diqqət etmək lazımdır. Çox maraqlıdır. Başqa distributiv növ var. Bir də adrenal krizi kimi endokrin səbəbli şoklar var. Burada böyrək üstü vəzi kifayət qədər hormon ifraz etmir. Müalicədə ehtiyatla maye verilir və təcili olaraq hormon, məsələn, deksametazon yeridilir. Çox aydın oldu, təşəkkürlər. İndi isə gəlin başqa bir böyük şok kateqoriyasına keçək, hipovolemik şok. Adından da göründüyü kimi, yəni hipo az, volemik həcm. Bəli, həcm azlığı. Bu, bədəndə maye və ya qan həcminin kəskin azalmasıdır. Burada müalicə necə fərqlənir? Xüsusilə septik şokla müqayisədə bu çox maraqlıdır, çünki hər ikisində də maye veririk deyəsən, amma yanaşma tam fərqlidir yəqin. Bəli, bəli. Bu çox vacib bir fərqdir. Baxın, hipovolemik şokda əsas problem konteynerin, yəni damar sisteminin içindəki mayenin, yəni həcmin azalmasıdır. Səbəbi nə ola bilər? Səbəb ya qan itkisi ola bilər, buna hemorajik şok deyirik, məsələn, travma, mədə qanaxması ya da digər maye itkiləri bu non-hemorajik şokdur
Məsələn, şiddətli qusma, ishal, böyük yanıqlar. Bədən buna necə reaksiya verir? Bədən itirilən həcmi kompensasiya etməyə çalışır. Ürək daha sürətli döyünməyə başlayır, taxikardiya və qan damarları güclü şəkildə daralır, vazokonstriksiya. Yəni, sistemik damar müqaviməti, SVR artır. Aha, bu septik şokdakı genişlənmiş damarların tam əksidir. Tamamilə. Ona görə də müalicənin əsas hədəfi də fərqlidir və daha sadədir. İtirilmiş həcmi yerinə qoymaq. Deməli, müalicənin əsasını maye və ya qan köçürmək təşkil edir. Tamamilə doğrudur. Əgər səbəb qan itkisi deyilsə, yəni problem sadəcə maye etkisidirsə, non-hemorajik, o zaman intensiv şəkildə damardan izotonik kristaloid məhlulları, məsələn, fizioloji məhlul köçürülür. Nə qədər? Bəzən başlanğıcda 2-4 litr, hətta daha çox maye tələb oluna bilər. Sizə bir sual, dinləyici. Niyə burada əsas diqqət mayelərədir? Çünki əsas problem məhz budur. Bədənin maye ehtiyatı, belə deyək, tükənib. Amma əgər qanaxma varsa... Hemorajik şokda. Əgər şok qanaxma nəticəsində yaranıbsa, o zaman təkcə adi mayelər kifayət etmir. Bu zaman qan məhsulları, xüsusilə də qırmızı qan hüceyrələri, yəni eritrosit kütləsi PRPC, köçürmək həyati vacibdir. Niyə məhz qan? Çünki bu təkcə itirilmiş həcmi bərpa etmir, həm də daha önəmlisi, qanın oksigen daşıma qabiliyyətini, yəni hemoqlobin səviyyəsini bərpa edir. Qan təkcə həcm deyil, həm də oksigen daşıyıcısıdır. Və əlbəttə, qanaxmanı dayandırmaq lazımdır. Mütləq. Paralel olaraq ən vacib işlərdən biri səbəbin aradan qaldırılmasıdır, yəni qanaxma mənbəyini tapıb dayandırmaq. Bu, cərrahi müdaxilə, endoskopiya və ya başqa üsullarla ola bilər. Bəs vazopresorlar, septik şokda onlar əsas müalicə elementlərindən idi. Hipovolemik şokda onlara ehtiyac varmı? Bu çox gözəl sualdır və aradakı fərqi çox yaxşı göstərir. Hipovolemik şokda vazopresorlar adətən ilk seçim deyil. Niyə? Suz da kompensasiya məqsədi ilə damarları maksimum dərəcədə daraltmışdır. SVR yüksəkdir. Problem damarların geniş olması deyil. Bəli, problem içlərinin boş olmasıdır. Ona görə də əsas diqqət həcmi bərpa etməyə yönəlir. Vazopresorlar yalnız çox ağır hallarda, yəni həcm bərpa edilənə qədər təzyiqi müvəqqəti olaraq həyati səviyyədə saxlamaq üçün çox qısa müddət istifadə edilə bilər. Bu maraqlı bir dilemma yaradır, hə? Niyə septik şokdakı kimi presorlarla təzyiqi qaldırmayaq? Cavab, altda yatan problemin fərqli olmasındadır. Təkrar edək. Septik şokda damarlar geniş və boş, hipovolemik şokda isə dar və boşdur. Fərqli problemlər fərqli həllər tələb edir. Çox məntiqli izah oldu. İndi gəlin üçüncü növə kardiogen şoka keçək. Burada problem artıq nə damarlarda, nə də maye həcmindədir. Problem birbaşa nasosun özündədir, ürəkdə. Tam olaraq. Nasos işləmir. Ürək işini görə biləyəndə nə etmək lazımdır? Zəifləmiş bir nasosu necə dəstəkləyə bilərik? Kardiogen şokda əsas problem ürəyin qanı bədənə effektiv şəkildə vura bilməməsidir. Yəni, nasos funksiyası, belə deyək, pozulub. Ürək əzələsinin yığılma gücü zəifləyib azalmış kontraktillik. Səbəbləri nə ola bilər? Çox müxtəlifdir. Geniş miokard infarktı, ürək çatışmazlığının kəskinləşməsi, ürək əzələsinin iltihabı, miokardit, ciddi qapaq problemləri ya da təhlükəli ürək ritm pozğunluqları, yəni aritmiyalar. Bədən buna necə cavab verir? Yenə damarları daraldır. Bəli, yenə ürək döyüntüsünü sürətləndirir və damarları daraldır, SVR artır. Amma burada bir problem var. Nədir o problem? Damarların daralması onsuz da zəifləmiş ürəyin işini daha da çətinləşdirir. Onun qarşısına əlavə müqavimət qoyur, yükünü artırır. Deməli, müalicə həm ürəyi gücləndirməli, həm də yükünü azaltmalıdır. Aynən. İki əsas hədəf var. Ürəyin yığılma gücünü artırmaq və onun iş yükünü azaltmaq. Bəs konkret müalicə üsulları hansılardır? Ən əsası nədir? Ən əsası, əgər mümkündürsə, altda yatan səbəbin müalicəsidir. Bu həqiqətən kritikdir. Məsələn? Məsələn, infarkt səbəbdirsə, təcili olaraq tıxanmış ürək damarının açılması lazımdır. Revaskularizasiya deyirik. Ciddi qapaq problemi varsa, bəlkə də cərrahi əməliyyat lazımdır. Həyati təhlükəli ritm pozğunluğu varsa, ritmi bərpa etmək üçün elektrik şoku, kardioversiya və ya xüsusi cihazla ürəyə ritm vermək, pacing lazım gələ bilər.
Səbəbi aradan qaldırmaq mümkün deyilsə və ya vaxt aparırsa, O zaman ürəyi dəstəkləmək lazımdır. İkincisi, ürəyin yığılma gücünü dəstəkləmək üçün xüsusi dərmanlar, inotroplar istifadə olunur. Məsələn, dobitamin, Milirnon kimi. bunlar neyinir? Bunlar ürək əzələsinin daha güclü yığılmasına kömək edir. Nasosa güc verir, belə deyək. Üçüncüsü nədir? Təzyiq düşübsə, Əgər təzyiq çox aşağıdırsa, onu qaldırmaq üçün yenə vazopressorlar, adətən norepinefrin lazım ola bilər. Amma burada da dozası və istifadəsi çox diqqətlə seçilir, çünki ürəyin yükünü artıra bilər. Gəldik həssas məqama. Maye. Digər şoklarda, xüsusilə hipovolemik və septikdə maye vermək əsas müalicə idi. Kardiogen şokda necə? Bəli, bu kardiogen şokun müalicəsində ən diqqət tələb edən məqamlardan biridir. Maye terapiyası ilə çox ehtiyatlı olmaq lazımdır. niyə? Çünki ürək onsuz da qanı yaxşı vura bilmir. Əlavə maye vermək ürəyin yükünü daha da artıra bilər. Qanın ağciyərlərdə göllənməsinə, yəni ağciyər ödeminə səbəb ola bilər. Deməli, ümumiyyətlə maye verilməməlidir. Xeyr, elə deyil. Maye yalnız o halda verilir ki, xəstədə həm də həcm azlığına dair dəqiq əlamətlər olsun və ağciyərlərdə durğunluq olmasın. Çox diqqətli monitorinq altında. Maraqlıdır ki, dediniz ki, bədən damarları daraldır, amma bu ürəyə ziyandır. Bəs həkimlər nə edir? Çox maraqlı bir nöqtədir. Bəzən bədənin özünün kompensasiya üçün damarları daraltmasına, SVR-ı artırmasına baxmayaraq, biz əksinə ürəyin işini yüngülləşdirmək üçün bu müqaviməti azaltmalıyıq. Yəni damarları genişləndiririk. Bəli, buna postloadun azaldılması deyilir. Yəni, damarları bir qədər genişləndirən dərmanlar, məsələn, arterial dilatatorlar, nikardipin kimi verilir ki, zəifləmiş ürək qanı daha asan qovsun. Həmçinin artıq mayeni çıxarmaq da lazım ola bilər. Əlbəttə, əgər bədəndə artıq maye toplanması, venoz durğunluq varsa, preloadun azaldılması üçün sidik qovucular, diuretiklər istifadə edilə bilər. Əgər bir addım geri çəkilib ümumi mənzərəyə baxsaq, bu kardiogen şokun müalicəsi çox paradoksal görünür. Bədənin özünü xilas etmə mexanizmlərinin əksinə gedirik bəzən. Düzgün müşahidədir. Çünki bu kompensator mexanizmlər özləri problemə çevrilir. Çox ağır və dərmanlara cavab verməyən hallarda isə. Nə edilir? Ürəyin işini müvəqqəti olaraq öz üzərinə götürən mexaniki dəstək cihazları var. Məsələn, intraaortal balon pompası, IABP, impella cihazı, hətta daha mürəkkəb sistem olan ekstrakorporal membran oksijenasiyası. Bunlar ürəyə istirahat vermək üçün istifadə olunur. Nəhayət, 4-cü növə obstruktiv şoka çatdıq. Burada isə problem, dediyiniz kimi, qan axınına mane olan fiziki bir əngəldir. Bəli, mexaniki bir maneə var. Məntiqlə, müalicə də bu maneəni aradan qaldırmaq olmalıdır, elə deyilmi? Tamamilə doğrudur. Obstruktiv şokda problem nə nasosda, nə həcmdə, nə də damarların tonusundadır. Problem qanın hərəkət yolunda fiziki bir maneənin olmasıdır. Bu maneə nəyə əngəl törədir? Ya qanın ürəyə dolmasına, ya da ürəkdən çıxmasına. Ən çox rast gəlinən səbəbləri 3 dənədir. Hansılardır? Birincisi, massiv ağciyər emboliyası, ağciyər arteriyasına böyük bir qan laxtasının düşməsi, bu qanın sağ ürəkdən ağciyərlərə getməsini, belə deyək, bloklayır. İkincisi, İkincisi, gərginlik pnevmotoraksı, döş qəfəsinə hava dolur və təzyiq kəskin artır. Bu artan təzyiq ürəyi və böyük damarları sıxır, qanın ürəyə qayıtmasına mane olur. Üçüncüsü isə obstruktiv kardiopatiya, üçüncüsü kardial tamponada. Ürək kisəsinə, yəni perikarda maye yığılır. Bu mayədə ürəyi kənardan sıxaraq onun normal genişlənməsinə və qanla dolmasına imkan vermir. Hər üç halda nəticə eynidir deyəsən, ürək işləyə bilmir. Bəli, nəticə eynidir. Ürək kifayət qədər qan qəbul edə və ya qova bilmir və şok yaranır. Bədənin reaksiyası adətən ürək döyüntüsünü artırmaqdır, müalicə isə birbaşa həmin spesifik maneəni aradan qaldırmağa yönəlir. konkret olaraq necə? Məsələn, ağciyər emboliyasında nə edilir? O laxta ilə necə mübarizə aparılır? Əla sualdır. Massiv ağciyər emboliyasında məqsəd həmin laxtanı aradan qaldırmaqdır. Bu ya laxtanı əridən xüsusi dərmanlarla edilir, trombolizis deyirik. Ya da bəzən mexaniki yolla, kateterlə laxtanı sormaq və ya cərrahi yolla çıxarmaq, emboliktomiya lazım gəlir.
Maye verilirmi bu zaman? Maye verilməsinə çox ehtiyatla yanaşılır, çünki artıq maye onsuz da yüklənmiş sağ ürəyi daha da çətin vəziyyətə sala bilər. Lazım gələrsə təzyiqi saxlamaq üçün vazopressorlar istifadə edilə bilər. Bəs gərginlik pnevmotoraksı? O çox təcili görünür. Çox təcili. Bu, həqiqətən də saniyələrlə ölçülən bir vəziyyətdir. Dərhal döş qəfəsinə qalın bir iynə yeridilərək təzyiqlə yığılmış hava boşaldılır. Buna iynə dekompressiyası deyilir. Bu, həyat qurtaran bir manevradır. Sonra nə edilir? Ardınca isə havanın davamlı çıxması üçün xüsusi bir boru, yəni döş qəfəsi drenajı qoyulur. Mayelər burada müvəqqəti olaraq ürəyə qayıdan qanın həcmini, yəni prelodu, bir qədər artırmağa kömək edə bilər. Və nəhayət, kardial tamponadı. Ürək kisəsindəki mayeni necə çıxarırlar? Onun müalicəsi də təcilidir. Ürək kisəsinə iynə ilə girərək yığılmış mayeni çəkmək lazımdır, perikardiosentez. Bu prosedur ürəyin sıxılmasını aradan qaldırır. Burada da mayelər müvəqqəti dəstək rolunu oynaya bilər. Ümumiləşdirsək, obstruktiv şokda əsas qayda Maniyəni tez aradan qaldır. tamamilə. Əsas qayda budur. Bu proses gedənə qədərsə, bədənin əsas funksiyalarını, xüsusən də qan təzyiqini dəstəkləmək üçün lazım gələrsə, müvəqqəti olaraq vazotresorlardan istifadə edilə bilər. Deməli, bütün bu müzakirələrdən sonra gəldiyimiz əsas nəticə budur deyəsən, şokun müalicəsində uğurun açarı ilk növbədə problemin əsl səbəbini, yəni hansı növ şokla üz-üzə olduğumuzu çox tez və dəqiq müəyyən etməkdir. Mütləq. Diaqnoz əsasdır. Problem damarların genişlənməsidir, həzm azlığıdır, nasosun zəifləyidir, yoxsa fiziki bir maneə var. Yalnız bunu aydınlaşdırdıqdan sonra düzgün silahı seçmək olar. Mayələr, pressorlar, qan, ürəyə dəstək, yoxsa maneəni aradan qaldırmaq. Çox gözəl ümumiləşdirdiniz. Bütün bunların sizin üçün, dinləyicimiz üçün əhəmiyyəti nədir? Niyə bunları bilmək vacibdir? Əhəmiyyəti çox böyükdür. Bu bizə göstərir ki, şok kimi kritik vəziyyətlərdə bir ölçü hamıya uyğun gəlir prinsipi, yəni standart bir müalicə sxemi yoxdur. Hər bir xəstə fərqlidir və yanaşma mütləq fərdi olmalıdır. O fizioloji çərçivədən danışdınız, preload, postload. Bəli, mənbələrdə də istifadə olunan o fizioloji çərçivəni, yəni ürəyə gələn qan həcmi preload, ürəyin qarşısındakı müqavimət postload, ürəyin yığılma gücü, kontraktillik, ürək döyüntüsünün sürəti, qanın oksigenlə təminatı kimi faktorları anlamaq həkimlərə düzgün müalicə qərarını verməkdə çox kömək edir. Və sürət. Və ən əsası sürət. Şok çox qısa zamanda orqanlarda geri dönməz zədələnmələrə yol aça bilər. Ona görə də erkən diaqnoz və dərhal başlanan doğru müalicə həyat xilas edir. Baxın, mənbələr xüsusən də septik və kardiojen şok üçün çox yüksək ölüm nisbətləri göstərir. Bəzi hallarda 40-50%-dən çox. Bu çox yüksək rəqəmdir. Bəli, bu da vaxtında və düzgün müdaxilənin nə qədər kritik olduğunu bir daha sübut edir. Bugün sizin təqdim etdiyiniz mənbələr əsasında şokun müalicəsinə düşünürəm ki, ərtərəvli bir baxış etdik. 4 əsas növü distributiv, hipovolemik, kardiojen və obstruktiv şoku, onların yaranma səbəblərini və hər biri üçün fərqli müalicə yanaşmalarını ətraflı müzakirə etdik. Bəli, ümid edirəm dinləyicilər üçün faydalı oldu, çox vacib məqamlara toxunduq, sonda isə icazənizlə üzərində düşünmək üçün bir fikir. Buyurun, çox maraqlı olardı. Şokun idarə olunması bu qədər mürəkkəb və riskli ikən, sizcə gələcəkdə real vaxt rejimində işləyən daha ağıllı monitoring sistemləri və ya süni intellektə əsaslanan diaqnostik vasitələr həkimlərin xəstə başında şokla bağlı qərarlarını necə daha da fərdiləşdirə və sürətləndirə bilər? Bu həqiqətən də düşündürücü bir sualdır. Gələcəyin tibbi. Bəli, bu bugünkü müzakirəmizin təbii davamı kimi gələcəyə yönəlik bir sualdır. Texnologiya bu sahədə böyük rol oynaya bilər. Bu dərin təhlildə bizimlə olduğunuz üçün təşəkkür edirik. Mən təşəkkür edirəm dəvət üçün.